Sorğulara müəyyən şərtlər vermək üçün where-dən istifadə olunur. Where necə yazılır ona baxaq. Select ulduz from employees. Sual verilir ki, employee ID-si 135 olan işçinin məlumatları gəlsin. Bunun üçün cədvəl adından sonra where sütun adı, yəni employee ID bərabərdir 135 yazmağımız lazımdır. Ctrl Enter. Cavaba baxsaq, employee ID-nin 135 olduğunu görə bilərik. Başqa bir misal. Employees cədvəlində first name-i, yəni adı Alexander olan işçi varmı? Bunun üçün veya first name bərabərdir tək dırnaq arasında Alexander. String olduğuna görə tək dırnaq arasında yazılır. Number tipində olarsa dırnaq istifadə olunmur. Amma string tipində olarsa artıq tək dırnaq vasitəsilə yazılmalıdır. Employees cədvəlində adı Alexander olan iki işçi var. Biri Alexander Hunold, digəri Alexander Ho. Davam edək. Müqayisə operatorları. Əvvəlcə hansılardır onu deyim. Bərabərdir, böyükdür, kiçikdir, kiçik bərabər, böyük bərabər və fərqlidir müqayisə operatorları adlanır. Fərqliliyi bildirmək üçün üç cür yazılışdan istifadə oluna bilər. Nümunə vasitəsilə göstərəcəyim. Misallara baxaq. Employees cədvəlindən department ID-si 60 olan işçilərin məlumatları gəlsin. Select ulduz from employees və ya department ID bərabərdir 60. Nəticədə department ID-si 60 olan 5 işçi var. Sorğumuzda sütun adı, müqayisə operatoru və axtarılan sətrin qiyməti. Başqa bir misal. Kimin maaşı 7000 manatdan çoxdur? Yenə də employees cədvəlindən və ya salary böyükdür, 7000 yazmağımız kifayətdir. Məsələn, desəydilər ki, 7000-ə bərabər və daha çox, bu zaman böyükdür, bərabərdir yazmalıydıq. Yəni burada böyükdür, bərabərdir müqayisə operatorunu istifadə edəcəkdik. Bu dərsimizin sonuncu nümunəsinə baxaq. Job ID-si IT proq olmayan işçilərin məlumatları employees cədvəlindən gəlsin. İlk növbədə cədvəlimizə baxaq. Select ulduz from employees. Employees cədvəlində Job ID sütununda IT proq olan 5 sətrin olduğunu görə bilərik. Amma mən sorğuda şərt verirəm ki, və Job ID fərqlidir IT proq. Ctrl Enter. Nəticədə həmin 5 sətir gəlmədi. Dedik ki, fərqliliyi 3 cür yazmaq mümkündür. Mən sorğumuzda nida bərabərdir yazsam da, yenə də nəticə dəyişməyəcək. Üçüncü yazılış isə qüvvət üstü bərabərdir yazmaqdır. Bu müqayisə operatoru da fərqliliyi bildirir. Ctrl Enter. Yenə də nəticə dəyişmədi. Və müqayisə operatorları ilə bağlı olan dərsimiz bu qədər.